Yəni damla o göydən gəlib səmadan düşənə qədər özü bir şeydir, deyil. Amma o dəryayın özünə, içinə qovuşduqda o da artıq mən dəryayam deyə iddia edə bilir, müddəi ola bilir artıq. Biz hamımız Allahdanıq, bu mənada ki, biz hamımız Allahın zərrələriyik, bir gün ora qovuşacağıq ona görə. Yəni burada məna da budur, irfani, təsəvvür, bəzilərdə yanlış anlaşılır, yanlış təqdim edirlər. Yəni bunu izhəbə, zəhəbə, məzhəb, yol kimi, yəni bu tutulan məzhəb kimi demək olmaz. İrfan bütün xətlərdə var, bütün məzhəblərdə var, bütün İslamdan kənar dinlərdə də var. Baxırsan ki, bəlkə də bir, belə deyim də, bir əlbəyaxa döyüş sənətləri ilə məşğul olan. Mənə görə məsələn, Bruce Lee irfana çatmışdı. Yəni, ola bilir, normal bir şeydir. Yəni, şəkilləndirmə ayrıdır, fərqlidir. Yəni, oxuyursan, görürsən ki, bu Buddizmdə də var, digərində də var, Konfutsi fəlsəfəsində də var, Molla Sədranın mütaliə fəlsəfəsini oxuyursan başdan ayağa, Muhyiddin İbn Ərəbi, Futətil Məkkiyəsi, Miratul İrfanı, Fisasil Kəminlər, Molla Sədranın özü və siyahını uzatmaq olar. Odur ki, düşünürəm ki, bu mövzuda hər zaman Allahla, dinlə, Əhl-i Beytlə də xüsusən bugün onun üzərində qurulub, mübarizə düşünmürəm dayanacaq, mübarizə hər zaman davam eləyəcək. Quranın öz buyurduğu kimi, Allahın dinini aradan aparmaq istəyərlər. Mübarizə hər zaman olacaq və biz də bu mübarizələrə uyğun mübarizəni davam elətdirməliyik. Yəni, odur ki, maariflənmə hər zaman vacibdir. Necə ki, mənim ehtiyacım olduğu kimi və digərlərinin də ehtiyacı var, düşünürəm. Əstəğfurullah, yəni mən bir şey deyiləm. Yəni, demək istəyirəm ki, gəlirik, gedirik, elə bilirik, nəsə bilirik, amma bu günlər görürük ki, yox, tamam fərqli, kifayət etmir yəni internet bizə.